Peyvəndləmə cücələrin sağlam böyüməsi və gələcəkdə xəstəliklərə qarşı müqavimətini artırır. Bütün təsərrüfatlarda peyvəndləmə işləri aparılmalıdır. Əgər peyvəndləmə vaxtında edilməsə, təsərrüfatlarda problem yarada bilər və bu maddi itkilərə səbəb olur. Azərbaycanda tətbiq olunan 3 əsas vacib vaksinlərdən biri Newcastle xəstəliyinə qarşı, infeksiyon bronxitə qarşı və qanvuraya qarşı peyvəndlər mütləq olunmalıdır. Bu peyvəndlər bütün təsərrüfatlarda dəqiq olunmalıdır. Vaksinin təsirli olmasının başlıca səbəblərindən biri də daşınması və saxlanılmasıdır. Daşınma zamanı 4 dərəcədən aşağı olmamalıdır ki, vaksinin təsirini itirməsin. Peyvəndin bir neçə tətbiq üsulları var. Bu, müxtəlif təsərrüfatlarda müxtəlif cürə olunur. Üsullardan biri su ilə içirtmə, ikincisi sprey, üçüncüsü inyeksiyadır, iynə ilə vurulur və göz damcısı ilə olunur. İçmə ilə verilən peyvənd 1 saat cücə susuz saxlanılır. Bu ona görə saxlanılır ki, cücənin hamısı eyni zamanda, eyni vaxtda vaksini qəbul eləyə bilsinlər. Həmən verilən suyun içinə rəng qatılır ki, bilinsin ki, hansı cücə vaksini qəbul eləyə bilib, hansı eləyə bilməyibdir. Və vaksin eyni zamanda bütün qablara verilməlidir ki, cücənin hamısı eyni vaxtı, eyni qaydada vaksini qəbul eləyə bilsinlər. Sprey üsulu Azərbaycanda da vaksin eləmə üsullardan biridir. Damcılar nə çox iri olmalıdır, nə də balaca olmalıdır ki, cücəyə stres verilməsin. Cücəyə stres verilməyən zamanda itkinin və vaksinin normal qəbul olunmasına gətirib çıxardır. Buna görə də vaksin sprey ilə verilir və cücənin hamısı da qəbul edir. İnyeksiya ilə olunan vaksinlər cücənin birbaşa bədəninə yerildiyi üçün daha mükəmməl və daha immuniteti tez qazandıran bir vaksin hesab olunur. Peyvəndlər etibarlı mənbələrdən alınmalıdır, soyuq zəncir qorunmalıdır, tətbiqdən sonra cücələr nəzarət edilməlidir, biotəhlükəsizliyə riayət olunmalıdır. Peyvəndlənmə sadəcə bir proses deyil. Bu, həm cücənin sağlam böyüməsi, həm də təsərrüfatın gəlirli olması deməkdir.